Ukrayna müharibəsini görün necə ki geridə qoydu bu. Niyə ki haqqı paylaşırlar. Haqqı paylaşırlar, bomba atıblar, boş-boş danışırsınız, haqqı paylaşırlar. Nə bildiniz ki, haqqı paylaşırlar? Siz verirsiniz o xəbərin dəqiq olduğu təminatını, yoxsa necə? Kimin ağzından nə gəlir, ondan danışır inşallah. Şəmkirdə köhnə sursatlar zərərsizləşdirir. Bununla bağlı onsuz da zamanla yəni xəbərdarlıq edilib. Belə dəyərli izləyicilər, Allah sizi qorusun. İnşallah növbəti xəbər buraxılışında mütləq görüşəcəyik, mütləq danışacağıq sizinlə. Gedim biraz əl gəzdirləsi işlərim var orada. Şkafların içərisində düzəltməliyim. Gedim onları düzəldim. İnşallah ki Azərbaycan mediası qərəzlidir. Bu kimdir? Bu nədir? İrana görə bizim media qərəzlidir. Bizə də görə sizin media qərəzlidir. Çünki hünərləri çatıb Azərbaycan Respublikası deyə bilmirlər. Qorxularından ölkəmizi kiçiltmək üçün Bakı Respublikası deyirlər. Məsəl üçün biz bir şey deyən kimi başı bağlı aparıcılarınız çıxır ki, biz buradan Azərbaycanın İsrailin pulu ilə işləyən mediasına demək istəyirik ki, yalansa mən də deyirəm ki, bağladığınız hicab sizə qənim olsun. Düzdür, yalandan bağlayırlar, maskalanırlar yəni onlar o hansı ki İran İslam Respublikası ki İslamın bir dəyəri də yoxdur orada ümumiyyətlə İslamdan söhbət getmir. Çünki İslamda günahsızları dar ağacından aç Allahın verdiyi ömrü sən sonlandır deyə də bir şey yoxdur. Yəni onu demək istəyirəm ki sizə görə nə deyir bu? Şah İranım vurur. Yavaş. Ay Allah, heç nə. Neyse, çox çətin bir dönəmdən keçirsiniz deyə bunun üzərindən şərh vermək istəmirəm. Amma ki Əli Xameneyi getdi də bilirsən. Ağa artıq əmr verə bilməyəcək. Paylaşmışam bunu. Keçmiş olsun. Müdafiə naziriniz belə getdi. Qərargah rəisiniz belə getdi. Nə bilim, ordu komandanlığınız belə getdi. Kim qaldı ki? 3 dənə əmmaməli var. Onu da yəqin ki o dünyaya göndərəcəklər. Əmmamət taxa bilərsiniz ya, bu normal bir şeydir. Amma sizin İslamdan xəbəriniz yoxdur da. Əsas məsələ bundan ibarətdir. İran nə deyirdi? Deyirdi ki, İsrail gəldi, Əzrail. İsrail də dedi ki, indi gör Əzrail İrandır, yoxsa İsraildir. Düzdür, bir daha deyirəm, günahsız körpələrin ölümü üçün yəni heç kimə hansısa bir bəraət yoxdur. Allah lənət eləsin günahsızları öldürənlərə. Hansı ölkə olmasından asılı olmayaraq, çünki İran da günahsızların qanına çox girib. Amma ki, yenə də deyirəm, yəni bu belədir də, İsrail gəldi, İsrail. Lazım idi sənə. Düzəldirlər, süni intellekt düzəldirlər. Ağa nətər uzanmışdısa elə ölüb, ağanın üzündə bir dənə şey yoxdur, qan ləkəsi zad yoxdur. Bunu nətər vurublar ki, belə nə bilim, gülə gibi cürbəcür şəkillərini düzəldirlər orada. Deyirsən, Allah güdürsün. Cürbəcür şəkillərini düzəldirlər. Sonra da bir açkisini qoydular, papağını qoydular, bir saqqalın zadını qoydular. Deyir ki, ağaya deyiblər ki, ay Allah, o xəbər çox gülməli idi. Deyir, ağaya deyiblər ki, sən çıxardaq da bu bunkerdən başqa bunkerə. Deyib ki, yox, mənim deyib, kim gözləyir, deyir mənə, ay Allah. Mən deyir, artıq çox yorulmuşam. Məni deyir, kim çağırır, ay Allah, nəsə dediyi. Ağa Mehdi demədi ya. Ay Allah, kim dedi, mənə çağırır, deyir. Mehdin dedi, Mehdidim. Deyir, ölməyib. Qeybə çəkilib, Qeybə çəkilib, Deyir, daş divar yanıb bədən. Əbəlfəs. Ağam əbəlfəs. Ay, bilməm, neysə də. Hədə çağıran çağırıb da, Karoca deyir ki, day, yorulmuşam. Ağa ölməyib, ağa sağdır. O deyir, sizi üçün ölüb, bizi üçün ölməyib. Amma burada halvızat palyanları görmədim, Burada onun aşıqi məşuqları çox idi axı. Yo, Hüseyin demədi. Yazıq Hüseyin də adını bütün çirkin əməllərində çəkirlər də.
Telefon nömrəni yaz gözəl bacım. Baş üstə gözəl qardaşım, baş üstə. Siz ateistsiz. Yox, mən səydəyəm İbo. Göydən bizə baxır. Valla mənə baxmır, sizə yəqin ki baxır. Mənlə o nə işi? Rəqsanədən qorxdun, qorxu. O, dəhşət boss. Təsəvvür etsən, adım bossda özündə arvad söhbətlər eləyirsən, belə bir şey yox yəni. Allahım, bilirsiniz bunlar o həyatda mövqelərini tapmayan adamlardır. Hansısa adına girirlər bura, gəl ki bunlar belə yaxşı bomba azad. Ay Allah. Nə vermirsiniz əhli beytə, ala bilmirsiniz deyir ağa. Boy, ağa biz səni öldürmüşlər axı. Ağa sağdır uşaqlar. Ağa sağdır. O İranlılar tökülüşdü bura. Yehu. Bir də ağozu qoruya bilməmsiniz. Mənim üstümə nə iş düşmüsünüz? Gedərdiniz bunkerdə, siper olardınız da, ona çəpər olardınız da, ona girərdiniz o ilə bunkerə də. Deyərdiniz, nə bilim, anca bərabər, kanca bərabər. Gəl burada mənim üstümə nə iş düşürsünüz ki, başa düşmədim. İsraildən qorxursunuz ağa, mənim üstümə düşürsünüz ağa. Gedin o günahsız qızlarınız, boy məktəbli uşaqları düzüblər ora. Onları vuranlarla gedin mübarizə aparın ay bala. Gəldilər. Ağanın aşıqları İsrail yanacaq. Eşq əhli, eşqdir mihrab uca göylərin. Eşqsiz ey dünya, nədir dəyərin? Nə bilim, neysə. Gül sözün söhbətin yoxdur. Bu da cız eləti 100%. Nurlan Xırdalan. Xırdalanla ara sıra gedirəm, Nurlan xətrinə dəyməyim. Ay Allah, nə bilim eyvallah. Gedin əzizlərinizi qoyun məsgərəyə, gülün borucluq ayının hörmətinə. Allah bəlanızı versin Hüseyin Canəm. Bu şeydir, Hüseyin Canəm. Bu 100% burada olan aşiqlərdəndir. Qisas bayrağıdır. Qisas bayrağı qaradaq, sən qırmızı bayraq qoyumsan. Hüseyin Canəm. Akif Süleymanov deyir ki, onun qohum əqrəbası yazsadır. Deyir, Cuhudlar onun qohum əqrəbasıdır. Deyir, biz yaz saxlayırıq. Keçmiş olsun. Ağa o, keçmiş olsun ağa. Allah sizi var, siz də var eləsin. Qırmızı bayrağın mənası nədir? Qaranı bildik. Fərzəliyev Habil. İndi hamı səviyyəli olmur ki, sizi kim olanlar da var da. Nağayrağı da. Bir Allahımız var, o da qəlbimizdə. Allah səni qorusun, ay ailə. Qara bayraq mı? Qısas bayrağı qırmızıdır. Eynat onu sən bilərsən. Qəşəng ləhcə alınır. Qırmızı qisas mənasıdır. İndi bu gəlib öldürəcək məni. Allah, dədəsi ölsə heç bəlkə də yaz saxlamayıb, dədəsi öləndə. Bu ermənilərin telegram kanalları var. Bizim şəhidlərimizin bəzisinin şəklini qoyurlar. Üstünə gülməli smaliklər filanlar atırlar. Kişiliyiniz çatırsa, indi burada ağa ölüb məsxəriyə qoymayın zat deyirsiniz. Kişiliyiniz çatır, bizim şəhidlərimiz daha uca məqamdadır da ağadan. Bəlkə ağanı sizdə qaldırıb qoymuşdur. O gün biri yazmışdı ki, ağa şəhid oldu. Ona qarşı hamı döyüşdü. O tək canı ilə savaşdı zat. Gedin o tərəfdə oynayın siz Allah. Yox da. Hər şey öz adı ilə çağırın da. Siz aşiqsiz ağaya, o demək deyil ki, sizin ağanız həmişə düz eləyib. Bir telegram kanalında hələ görməmişəm ağa o aşiqləri, üsyan eləyənlər, bizim şəhidlərimizin o belə tabut qoyurlar, şəhidlərin şəklin filanı qoyurlar. Pis-pis sözlər yazırlar üstünə. Orada kişiliyiniz çatmır, ağa söhbətində kişi olursunuz, görəsiniz. Kimə lazımdır? Nənən tumanın altında gizlənənlər. Pulunuz kəsiləcək də, dünənə qədər puldan buraxırdı da ağa.
İndi hələ müctəba gələcək, hesablayacaq, eləyəcək, görəcək kimə nə qədər veriblər, nə ediblər, proksi qüvvələri, terror təşkilatlarını yedizdirmək üçün, saxlamaq üçün. Dünyada ən çox terror təşkilatına pul ayıran İran İslam Respublikasıdır. Nəyini davasını eləyirsiniz bura? Yox bir cənnətə getdi, yox bir qeybə çəkildi, yox bir eynəyə qaldı, nə bilim nəyə qaldı, neynədi. Hər şey öz adı ilə çağırın da. Əsl qorxaq sizi gözünüzü elə tutublar ki. Milyonlarla pul ayırır terror təşkilatına İran İslam Respublikası. Hizbullahı, osu kim maliyyələşdirir? İran maliyyələşdirirdi də. Ondan başqa bir İslam ölkəsi adı çəkə bilməzsə nə ki, elə terrora maliyyə ayırsın. Bunlar danışırlar. Bay atonla, bunların ağaları ölüb. Ağın ölüb, yanırsan, kim öldürüb, ged otur dinən bura gel ala. Gəl bir dənə sənə söhbət eləyək. Özür istəyirəm də Allah dediyimə görə. Yəni ona görə zəhmət olmasa belə o şeylər, yəni vallahi də billahi də mənim fikrimi dəyişdirmişsə gülməli, mənasız şeylərdən. Düşük. Ağa qeybə çəkildi. Dedi, yorulmuşam. İmam Zaman mənə çağırır. Və İmam Zaman aşağı gəlirdi axı. Nə oldu? İndi qalxdı göyə İmam Zaman. Zaman ağa göyü də gözləyir. Nə bilim Allah. Bilmirəm valla siz hansı çörəkdən yiyirsiniz, hansı sudan içirsinizsə neysə. Mənim məsələn həqiqətən çox yazığım gəldi. Onun nəvəsinin şəklini mən də paylaşmışdım. Neçə? 14 aylıq. Körpə nəvəsini paylaşmışdım. Amma ki, o da başqalarının balalarını dar ağacından astıranda, hansı ki, övladı baxırdı, o birisini dar ağacından astırdı, övladının gözü qabağında. O da görməli idi ki, elə olacaq. Svoyski, mənim özümə yazğım gəlsəydi, sizin deyə bilmədiklərinizi deməzdim. Özünə hörmət elə, İran haqq davası eləyir, yalan deyir. Hansı haqqın davasını eləyir? Hicaba görə qız gəlinləri öldürürlər, elə haqq davası olur. Yəni, Allah deyir, bağlamırsa öldürün, hicab bağlamayanları, elə haqq davası. Nə haqq davasından, nə haqq davasından danışırsan, Nə haqq davasından danışırsan? Ay, çəkişdilər bura, Gəldilər, bəh. İran haqqı var. Yaxşı da deyir, İran haqqı var ki, hansı haqq davasından danışırsınız? Gəlib Xankəndidə erməni terrorçularına təlim keçirdi də, Sepah generalları. Hansı haqqdan? Deyirəm, necə də utanıb ölmürsünüz siz. Valla bu İran tərəfini tutanlar var. Haqq davası, ağamız belə ağzınız əyiləcək, gözünüz qalxacaq alnınızın ortasına. Necə də deyirəm, siz ölmürsünüz. Ermənistan bizim qırmızı xəttimizdir. Zəngəzur buradan keçsə, nə bilim, nə. Hər gün multfilm çəkirlər. Raket uçdu, nə oldu? Multfilm raketləri uçurdun da. İsrail bu boydadır, İran bu boydadır. Nə oldu? Cavab verə bilmirsiniz? Ancaq multfilm çəkirlər orada. Bura qırmızı xəttimdir, bura ağ xəttimdir, bura göy xəttimdir, bura nə bilim nəyim xəttimdir. Bakı Respublikası yox. Bir hansı haqqdan danışırsınız? Ölkənin adını deməyə qorxurlar ki, böyük görsənir Azərbaycan Respublikası. Onu çəkə bilmir. Sevdiyüz. Nədir? İndi Xamanəyə getdi, xumuşçuqların törəmələri qaldı burada. Siğəni halal edən İslam ölkəsində. Nədən danışırsınız sən Allah? Hicabı tərsinə giyin, bilsinlər ki, boşsuz. Siğə yaparsınlar sizi 2 saatdan bir. Siz Allah bəstirində gülməli. Sənə qab almışdım orada, gördün plasmasda. Qoy qapı açıq qalsın Mətiş. Nəsə belə dostlar, özünüzə yaxşı baxın. Vallahi ki də mənasız danışırlar. Sən Allah. Güya ki bunlar şey olublar. İslam dini bilirsiniz. Siz İslam dini bilsəydiniz. Yəni siz narkotik ticarəti ilə məşğul olan ölkəni İslam ölkəsi deyə, ay nə bilim şiəliyin nə bilim nə idi. Nə şiəliyin nə bilim nə idi. Şiə Azərbaycanda da rahatdır. Şiə başqa ölkəsində də rahatdır. Şiəliyi məhv eləyən də İrandır da. Yox, yalandan. Güya bunlar şiədirlər. Allah buyurur ki, şiəni qaldır qoy başımın üstünə.
Sünninin də ayağının altındayız və yaxud da ki, digər məzhəbləri. İnsanın özü seçir məzhəbini, istəyir şiəsi olsun, istəyir sünnili olsun. Şiə adı altında da çıxartmadıqları hoqqalar qalmadı. Yəni, onu görürəm ki, yalanın artisti heç kimə lazım deyil. Neyse dostlar, özünüzə yaxşı baxın, özünüzə müqayət olun. Duraq biraz işimizi, gücümüzü görək. İnşallah ki, görüşərik. Ay Allah, neysə ki. Neysə ki, belə-belə işlər. Boş-boş savadsız danışırlar da. Neyse hamımızı Allah yaradıb. Allah sünnini başqa cür, şiəni başqa cür, nə bilim, o birisilər var, digər, nə bilim, buddisti filanı, hərəni bir başqa cür, yəni, nə bilim, canını almır da, birini göyə qaldırıb canını almır da. Birini, nə bilim, ortadan bölüb canını almır da. Məsələn, indi o qəzada zat da başqa şey. Yəni ki, sonuçta şiəsi də ölür, sünnisi də ölür, vahabisi də ölür. O vahabi deyən kimi deyirlər ki, o vahab Allah adıdır. Onlar da bir başqa cür deyirlər axı. Yəni ona görə sonuçta hamımız öləcəyik də. İnsan kimi yaşada. Sənə Allah yaradanda demədi ki, din adı altında dünyanı qat bir-birinə. Biri deyir, böyük güc mənəm, Allahın yaratdığını öldürür. Biri deyir, ya Allah deyən 15 nəfəri partlat, terror filan. Yəni ona görə, valla bu day dinin dili olsaydı, deyərdi ki, Allah sizə lənət eləsin. Day mənim adımdan eləmədiyimiz şey qalmadı. Hansı ki, onların heç biri yəni, bizim Quranımızda yoxdur. Nəysə. Belə dostlar, özünüzə yaxşı baxın, özünüzə müqayət olun. İzləyicilərimin sayda çoxdur, çıxmaq da istəmirəm, amma ki, görüləsi işləri var. Allahu Ekber. Hə də, vallah da. O kişini tanı, deyir, heç bilinmir. Allah qadındır, kişidir. Allah nə doğulub, Allah nə doğub. Ona görə indi o kişi deyəndə biz həmişə elə düşünürük ki, yəni, Allah baba kişidir, həmişə Allah baba deyirik. Neysə ki, ona inanın, ona güvənin. Allah təkdir, Allah birdir. Allaha şərik qoşmayın, din adı altında hoqqa verməyin. Yəni belə, Allah sizə can sağlığı versin. Görüşərik inşallah, özünüzə yaxşı baxın. Salamat qalın. Təşəkkür edirəm hamınıza.